istedad. Bəli. Hər tərəflidir. Heç bir xanəndə də yoxdur. Maşallah olsun, Bəli, həqiqətən maşallah deyirəm. olsun. Çünki mənim çoxlu, necə deyim, əl qabiliyyətlərim var. Aha. Ustalıq bacarıqlarım var. Ay, Bir nə çox gözəl. bacarıqlarım var. Aha. Bəli. Ay maşallah olsun. Mikrofona danışaq Sədəf xanım. Saz ifaçısıdır. Onda Babək belə bəy. edək də, ilk sualımı verim sizə. Sizcə yaxşı xanəndəni fərqləndirən əsas xüsusiyyət nədir? Nəinki xanəndəni fərqləndirən, hər hansı bir peşənin sahibi olursan ol, ən birinci növbədə insaniyyətlik keyfiyyətlərindir. Ən ilk növbədə, Bəli. birinci növbədə odur. Daha sonra? Əsasən elə mən insaniyyətli keyfiyyətləri. Çünki sənət birində az ola bilər, birində çox ola bilər, birində istedad az olar, birində çox olar. Ancaq ki, birinci növbədə insaniyyət deyə mən fikir verirəm. Təbii ki, əlbəttə ki. Siz necə düşünürsünüz Sədəf xanım? Mənə görə də ilk növbədə insani keyfiyyətdir. Çünki o qədər sənəti gözəl, o qədər istedadlı insanlarımız var. Baxırsan ki, indi Lori dildə desək adam deyil.